Bir neçə gün bundan öncə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində itkin düşən 42 yaşlı Elgiz Axundovun meyidi tapılıb. Qeyd edim ki, meyid artıq Ceyranbatan su anbarının bu hissəsindədir. Meyid də görürük orada və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Aidiyyatı qurumlar artıq ərazidədir. Qeyd edim ki, hazırda meyidin çıxarılması prosesinə başlanılır. Onu da bildirim ki, bir neçə gün bundan öncə Elgiz Axundov itkin kimi elan edilmişdi və ailəsi narahat idi. İndi hazırda isə ailəsinə də məlumat verilib. Hazırda ərazidə proses davam edir və meyidin çıxarılması işləri həyata keçirilir. Yalvarıram sizə, nə olar? Qeyd edək ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan 42 yaşlı Elgiz Axundovun itkin düşməsi barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdi. Ailəsi onunla son dəfə 2 gün bundan qabaq əlaqə saxlayıb və balıq tutmaq adı ilə evdən çıxdığı deyilmişdi. Bundan sonra Elgiz Axundovdan xəbər almaq mümkün olmayıb və bu səbəbdən onun axtarışlarına başlanılıb. Hadisənin araşdırılması məqsədi ilə əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları, polis və prokurorluq nümayəndələri, eyni zamanda aidiyyatı qurumlarının əməkdaşları cəlb olunub. Meyidin sudan çıxarılması prosesinə isə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidməti və su ehtiyatları üzrə xilasetmə xidməti əməkdaşları cəlb olunub. Meyid aidiyyatı üzrə sudan çıxarılaraq müvafiq ekspertizaya göndərilib. Hazırda ölümün dəqiq səbəbləri müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır. Çanı gətir təcili. Yanma. Gel ora, gel ora. Yanma, gel ora. Açan şöyle öyle sonra alın da. Gel ora sonra. Şöyle yardım. Bu güzel. Nasıl saklamış? Gözle bir nefer gelsin. Gözle. Gel dur. Gözle. Yerin aşağı yerin oradan. Mən xahiş edirəm, qardaş. Bu müstəsna kimdir, mən o yanına getmək istəyirəm. Xahiş edirəm. Mən ancaq onunla danışacağım. Ayrı heç kimlə danışmaq istəmirəm. Elə hamı lazım susturmaq istəyirlər. Mən susan deyirəm. Bunlar sizə nə istəyirlər? Axundov Elgiz Elbrusoğlu ayın 4-dən axşamüstü balıq tutmaq adı ilə evdən çıxır. Məlumatlara görə. Ayın 8-də bu günləri saat 2-3 radələrində uşaqlar polislər dedi ki, adam tapılıb. Elə qohuma qədər hamı yığışarıb, hamı buradadır. Özünüz gördüyünüz kimi, yəni burada kanalda meyidi çıxıbdı. Prokurorluq odur elə, yəni oxşar deyə bilir odur. Ailəli olub deyilənə görə. Ailəli olub da, bir oğlu, bir qızı var. Oğlu ruhi xəstədir. Özü atası da rəhmətə gedib, anası da rəhmətə gedib. Məlumata görə Elgiz Axundov ailəli olub və bir qızı, bir oğlu var. Onun itkin düşməsi və sonradan meyidin tapılması ailəsini və yaxınlarını dərin sarsıntıya salıb. Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin baş vermə səbəbi, ehtimal edilən versiyalar və digər təfərrüatlar hüquqi ekspertiza və istintaq tədbirləri nəticəsində tam aydınlaşdırılacaq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.